Salam əziz dostlar, xoş gördük hər birinizi. Hər halda siz də görmüsünüz, bəzi insanlar heç vaxt yaxşıya qane olmurlar. Onlar hər şeyin ən əlasını istəyirlər. İlk baxışda ola bilər belə nəzərə gəlsin ki, bu ki yaxşı bir şeydir. Hər şeyin ən əlasını istəmək gözəldir. Xeyr, bu hər zaman belə deyil. Hər zaman hər şeyin ən əlasını istəmək özü bir sindromdur. Ona əlaçı sindromu deyirlər və ya perfeksionizm. Biz bugün perfeksionizmlə danışacağıq, onun fəsadlarından danışacağıq və necə edək mükəmməllik sindromundan, hər şeyin ən əlasını arzu eləmək hissindən rahatlaşaq. Bu haqda söhbət sizin. Düşünürəm ki, bir insanın hər şeyin ən əlasını istəmək özü bir dəhşətdir. Yəni biz idman sahəsində də istəyək, əla olaq, təhsildə də əla olaq, ticarətdə də əla olaq. Bu məntiqi cəhətdən də olan bir şey deyil. Yəni mən eləyə bilmərəm üfüqi baxsam məsələyə, hər şeydə ən əla olam. Buna mənim nə istedadım imkan verir, nə insanın yaradılışı bu şəkildədir. Yox, mən müəyyən bir sahədə əla ola bilərəm. Amma mən istəyirəm deyəm, hətta o müəyyən bir sahədə də biz təlaşımızı edək, zəhmətimizi çəkək. Amma əla olmasaq da olmamışıq. Problem harda olur? İnsan perfeksionist olduğu zaman, yəni hər şeyin perfekt olmağını istədiyi zaman, əla, mükəmməl olduğunu istədiyi zaman, o olmadıqda insan küsməyə başlayır, inciməyə başlayır. Bu nəyə görə belə oldu? Görmüsünüz, bəzi insanlar məsələn əlinə alır bir kağızı yazı yazır. Yazı yazır. Elə ki o cümlənin sonuna çatdı, səhifənin dibinə çatdı, bir dənə səhv buraxdı. O elə bilirsiniz, o səhvi düzəldib davam edir. Yox. Perfeksionist insanlar o kağızı, o səhifəni cırır, təzədən başlayır yazmağa. Çünki o bir dənə kiçik xəttə belə razı olmurlar. O özü bir dərddir. Elə bilirsiniz, rahat yaşaya bilir bu cür insanlar. Ha, nə yaxşı, çox təmiz işin çıxmasını istəyirik. Xeyr əzizim, biz insanıq, səhvlər buraxacaq. Önəmli olan o səhvləri anlayıb düzəltməkdir. Amma sil başdan hər şeyi yenidən başla, ya narazı ol ki, mən bu cür istəmirdim. Məsələn, mən 100 istəyirdim, niyə 99 oldu? Yaşaya bilməzsən. 3 növ perfeksionizm təsəvvür etmək olar. Yəni, mükəmməllik arzusu ki, biz ona bir sindrom kimi baxırıq, bir eyb kimi görürük. 3 növ bunu təsəvvürləmək olar. Birincisi, insanın özündən hər şeyin əlasını istəməsi. Mən gərək hər kəsdən əla olam, hər şeydə ən yaxşı olam. Ki, bu dedik mümkün olan bir şey deyil. Mən bir sahədə, 2 sahədə, 3 sahədə əla ola bilərəm. Amma hər sahədə əla ola bilmərəm. Belə bir intizar özümdən, özümə olan düşmənlikdir. Özümün özümə olan bir növ qəddarlıqdır. Özümə qənim kəsilməkdir. Burax da özünü rahat burax da. Bu nə deməkdir? Sən əla olacaqsan. Nə qədər ola bilirsən ol. Zəhməti çək, təlaşı elə. Amma da nə qədər ola bilirsən ol. Ondan artığın burax başını. Yoxsa yuxundan dolarsan, davamlı istirab içərisində olarsan, davamlı özü aşağı görərsən başqalarından, inciyərsən, sınarsan, qırılarsan. Nəyə görə mən 100 istəyirdim, 90 oldum. Birinci yer tutmaq istəyirdim, ikinci yer tutdum. Lap belə 3-cü yeri tut. Lap bu səfər heç yer tutma. Sən zəhməti çəkdin. Nəyə görə hər şeydə birinci olmağa arzusu edirsən? Ola bilərsən ailəndə çox gözəl insansan, birinci insansan. Bu şeylərdən özünə rahatlıq ver, təsəlli ver. İkinci perfeksionizmin təsəvvür olunacaq yerlərin insanın başqalarından olan perfeksionist arzusudur. Məsələn, ata-ana övladından mükəmməllik istəyir. Özləri ola bilər heç mükəmməl deyirlər. Amma övladına deyir ki, sən gərək dərslərində əlaçı olasan. Sən gərək idmanda əla olasan, birinci yer tutasan. Sən gərək filan sahədə, filan kursda hamıdan öndə olasan. Övladdan əla arzusu o övlad üçün sadəcə təzyiqdir.
Sən övladı öldürürsən, onun ruhunu, onun duyğusunu, onu davamlı istirab içərisində saxlayırsan, onu pərişan edirsən bu arzularınla. Ata, ana, müəllim, böyük. Ola bilər sən onun xeyrini istəyirsən, o bu xeyir istəmək deyil. Burax uşağın başın rahat olsun. Bəli, tələb elə uşaqdan, övladdan tələb elə oxusun, çalışsın. O ayrıdır. Amma çalışmağına görə qiymətləndir. Nəinki əlaçı olub olmamağına görə. Neçə aldın? Məsələn 100-dən 90. Yox. Sən eləyə bilərdin 100 alasan. Eləyə bilərdi, amma bu şərtdən ki, gecə səhərə qədər oyaq qalsın. Bəs onda o zaman da sağlamlığını hərdən verəcəkdi ağa. Sən övladın bu qədər istedadı var idi. Ya sənin şagirdin bu qədər istedadı var. Həvəsləndir, stimul ver. Yox, biraz daha çox vaxt ayırsın, nəzmli olsun, intizamlı olsun. Daha çox qabağa gedərsən. Lütfən buraxız övladların başını, uşaqların başını, onlardan mükəmməllik arzusunu, perfeksionist arzusunu buraxın. Özünüzdən yeni olanda bilirik, özünüzdəndir, zərər də özünüzə gəlir. Övladlarınızdan nə istəyirsiniz, şagirdlərinizdən nə istəyirsiniz? Qoy öz miqdarları qədər zəhmətlərini çəksinlər, nə qazanacaqlarsa qazansınlar. Bax, yenə təkid edirəm, mən istəmirəm deyəm, onları başlı başına buraxaq. Mən heç vaxt bu sözü demərəm. Mən deyirəm, əlaçı onlardan tələb etmək, əlaçı olmaq arzusunu etmək. Bu özü bir sindromdur. Əlaçı olanlar olarlar, olmazlar. Həyatın bütün sahələrinə bu aiddir. Sırf sinif, idman, digər sahələr deyil, ticarət, hər sahədə. Üçüncü məsələ sosial perfeksionizmdir. Sosial perfeksionizm nədir? Sosial perfeksionizm yəni insan baxır, görür, cəmiyyət nəyi mükəmməl olaraq görür, nəyi əla olaraq görür. Heç ola bilər mən sevmirəm o cür olam. Amma görürəm cəmiyyət məsələn bu maşını xoşlayır, tez gedirəm o maşını almaq istəyirəm, onu arzulayıram. Desələr özün sevirsən, bəyənirsən, yox, amma hamı onu bəyənir. Hamı bəyənir. Də sən özün bəyənirsən ya yox. Mən önəmli deyiləm. Hamı bəyənir. Hamıya görə o ən əla maşındır. Hamıya görə bu telefon ən əla telefondur. Hamıya görə məsələn filan şəhərdə yaşamaq, filan ölkədə yaşamaq əladır. Sən özün o ölkədə yaşamaq istəyirsən, özüm həqiqətçi desəm yox. Amma hamı deyir o əladır. Hamıya görə yaşamaq, yəni hamının o mükəmməllik arzusuna görə yaşamaq məncə ən pis növ seçimdir. Yəni ən azından insan biri var özü istəyə onu, biri var ailəsi üçün istəyə, övladı üçün, biri də var sən yox, baxırsan cəmiyyət nəyi əla olaraq görür və onu arzulayırsan. İndi ola bilər istəyirsiniz ki, bəli, bu perfeksionizmdən necə azad olaq, əlaçı sindromundan necə azad olaq, mən 2 dənə yol sizə deyirəm. Və onu önəmli olaraq bilirəm. 1. Heç vaxt özünüzü başqaları ilə müqayisə etməyəcəksiniz. Ailənizi, övladlarınızı başqası ilə müqayisə etməyəcəksiniz. Həyat tərzinizi, işinizi, evinizi, telefonunuzu, maşınınızı, heç bir şeyinizi, sizə aid olan, özünüzdən tutmuş, övladlarınızdan, ailənizdən tutmuş, malınıza, mülkünüzə qədər heç kimlə, heç nə müqayisə eləməsin. O perfeksionizm hissi də, duyğusu da bu qədər sənə hücum eləməz. Problem elə oradan başlayır. Biz davamlı müqayisə içindəyik deyə axtarıq, görək daha əla harda var. Aha, o başqasında olan da daha əladır. Ondakı daha mükəmməldir. Mən onu istəyirəm. O səndə onu, o hissi qığılcımı oyadacaq da, tətikləyəcək deyirlər. İkinci məsələ, ki bunu deyirəm və sözümü bitirirəm. Razı olacaq özümüzə, əlimizə nə gəlibsə, yəni özümüzdə olandan, əlimizdə olandan qani olmağı öyrənəcəyik. O bizi rahatlayar. O bizi asudə edər. Qəbul eləmək hər şeyin başlanğıcı deməkdir. Mən bu qədərəm. Mənim övladlarımın bacarığı bu qədərdir. Mənim ailəmin bacaracağı şey, ya xarakteri bu qədərdir. Budur. Bunun xasiyyəti budur. Bax, bunu qəbul eləmək, mənim özüm buyam. Səni o perfeksionizmdən azad edər əzizim. İnanın, problemlə elə buradan başlayır. Qəbul eləyə bilmirik. Necə yəni mənim övladım belə olmalıdır? Məsələn,
sinifdə bu illəri əlaçı ola bilmədi. Ya filan ticarətdə filan kəsin balaları getdi, filan oldu, mənki olmadı. Ya cəmaatın əri getdi, filan işi elədi, mənki eləyə bilmədi. Özündən ya başqalarından o tələbkarlıq eləmək bu insanı ancaq yorar, ancaq sındırar. Amma qane olmaq, razı olmaq bu o demək deyil ki, biz hərəkət eləməyək. Qəti şəkildə mən bunu demirəm. Hərəkət eləyəcək, inkişafımıza baxacaq, bunların hamısını eləyəcək. Hərəkət içində olacaq. Amma bütün bunların kənarında qəbul eləyəcək inkişaf mərhələmizi, inkişaf dərəcəmizi, tərəqqimizi olduğumuz qədər qəbul eləyəcək. Və unutmayaq ki, heç kim mükəmməl deyil. Bu cümləni qulağımıza sırğa eləyək. Heç kim mükəmməl deyil. Ona görə başqalarının səhvlərini də normal qəbul edək, öz səhvlərimizdə, özümüzün də səhvlərini normal qəbul edək. Bəli, öz səhvlərimizi düzəltməyə çalışaq, başqalarının səhvlərini düzəldə bilmərik, amma əgər başqalarında çox yaxşı xüsusiyyətlər varsa, onlara fokuslanaq. Səhvlərini görməməzlikdən gələk. Əgər əlimizdən gəlirsə, təbii ki, tövsiyələrimizi eləyəcəyik onlara, lazım olan məsləhətlərimizi də deyəcəyik ki, bəli, o səhvlərini düzəltsinlər. Amma onlarda ilişib qalmayacaq. İnsanların səhvlərində ilişib qalmayacaq. Öz səhvimizdə ilişib qalmayacaq. Mükəmməlliyi arzusuna görə özümüzü, başqalarını boğmayaq. Yəni, hər şey əla olsun. Görürsünüz, bəzən evlərə girirsən, xanımlar məsələn, bir dənə istəkanın yerini dəyişirsən, ya bir dənə ayağı bir yerə qoyursan ki, təzə siliblər, dad vururlar, əsəbləşirlər. Niyə? Onlara görə ki, hər şey 100% ola, bir zərrə bir yerə toz düşsə, elə bilirlər, bitdi. Elə düşünürlər ki, hər şey əvvəldən başlayarlar. Belə deyil axı. Oranı gedib siləcəksən, qutaracaq. O istəkanı götürüb, xoşlamısan, gedib bir yerinə qoyacaqsan. Düzdür, ətrafdakı insanların vəzifəsində riayət eləsinlər. Təmizliyə, qayda evin o disiplinlə. Amma söz buradadır ki, belə şeylərə görə lütfən nə özümüzü incidək, nə ailəmizi incidək. Mən elə başa düşürəm ki, bir-birimizi olduğumuz kimi qəbul etsək, elə özümüzü də hətta olduğumuz kimi qəbul etsək, həyat bizim üçün daha şad bir yerə çevrilər. Sizləri uca Allaha tapşırıram. Sağ olun, Allaha əmanət qalın.